Salam değerli müəllimlər və şagirdlər. Bugün çərçivə sənədində olan Seyid Əzim Şirvaninin qaz və durna təmsilinin mükəmməl təhlilini verəcəm sizə. Əvvəlcə şeiri oxuyaq, təmsili oxuyaq. Bir göl içrə üzürdü bir yekə qaz, özünə fəxr edib uzatdı boğaz. Dedi, mən bir əcibə cür bir quşam, üç hünər var məndə, xeyli xoşam. Uçaram göydə, həm suda üzərəm, quru yerdə boyun çəkib gəzərəm. Bəs mənəm quşların şahənşahı, durna oldu bu nəqlin agahı. Dedi, axmaqlığında yoxdur şək, qamətindir diraz əqıl gödək. Göydə tərlan tək uçmağın varmı, ya maral kimi qaçmağın varmı? Bir balıq tək üzərmisən suda, nədir bu göftgüyü bihudə? Qaz utandı o göldə durnadan, vaqif ol ey oğul bu mənadan. Yəni bir elmə daim ol talib, zifən ol zifunədir qalib. Kişi bir sənəti bilər xalis, çoxuna meyl edən qalar naqis. İndi təmsilin təhlilindən danışım sizə. Deməli, əruz vəznində məsnəvi formasında yazılmışdır, epik növdədir, təmsil janrındadır, süjet xəttinə malikdir, əsər nəzmlə yazılıb, qafiyə quruluşu AA, BB, CC şəklində belə davam edir. Mövzu, lovğalıq, özündən razılıq, hər işə girişib, heç birində kamil olmamağın tənqidi. İdeya isə insan gərək bir elmi və ya sənəti mükəmməl öyrənsin. Hər şeyə baş vurub, heç birini tam bilməmək insanı naqis, yəni yarımçıq, natamam və gülünc vəziyyətə salır. Elm və ustalıq lovğalıqdan üstündür, Atlas sözü ilə səsləşir. Təhkiyə əsərdə aparıcıdır. Əsərdə bitkin bir hadisə təsvir olunur. Onların hər birinin fərqli mövqeyi öz nitqində özünü göstərir. Əsər tərbiyəvi mövzuda yazılıb. Müəllifin çatdırmaq istədiyi fikirlər daha çox durna obrazının dili ilə verilir. Qaz təkəbbürlü, özünü bəyənən, durna isə ağıllı, təvazökar insanları təmsil edir. Hikmət Ziyanın Kərgədan və Qarışqa təmsilində Kərgədan əsərinin sonunda öz səhvini başa düşdüyü kimi bu təmsildə də, yəni qaz və durna təmsilində də qaz obrazda səhvini anlayır. Seyid Əzim Şirvani durna təmsilinin məzmununu da danışım sizə. Deməli, bir göldə qaz üzür, özünə narazı halda lovğalanır. Dedi, mən çox nadir quşam. Üç hünərim var, üç hünərdən danışır. Mən həm uçuram deyir, bir hünər. Həm suda üzürəm, həm də quruda gəzə bilirəm. Quşların şahı olduğunu bildirdi. Durna bu xəbərdən agah olub, yəni xəbərdar olub, qaza dedi, sən ağlın yoxdur, boyun uzundur, amma düşüncən qısadır. Göydə tərlan kimi uça bilmirsən, quruda maral kimi qaça bilmirsən, suda balıq kimi üzə bilmirsən, bəs boşboğazlığın nəyə gərəkdir? Bu cavabdan qaz utanır. Şair oxucuya deyir ki, çatdırmaq istədiyi məqam nədir? Yəni bu əsərdən ibrət al. İnsan bir sahədə kamil olmalıdır, hər şeyə girişən, amma heç birində ustalaşmayan adam yarımçıq qalır. Testlər də vermişəm buna aid. Qaz ilə durna arası testlər var burada. Testləri də izahlayayım. Qazın lovğalığı əsərdə hansı ibrət mesajını verir, ibrət dərsini verir, belə deyək də. Qaz hər şeyə qadirdir, A variantı yox. Lovğalıq əqli üstünlük gətirmir, elə cavab B variantıdır. C-yə baxaq. Uçma qabiliyyəti ən vacib bacarıqdır, yox. Qaz durnadan güclüdür, yox. Suda üzmək ən mühüm bacarıqdır. Xeyr, B variantı. Lovğalıq əqli üstünlük gətirmir. İkinci suala baxaq. Durna qazı tənqid edərkən əsas hansı xüsusiyyətinə diqqət çəkir? Hansı xüsusiyyəti diqqət çəkir? Baxaq. Durna qazı tənqid edərkən. Bədəni uzun, ağlı az olması, elə bu xüsusiyyətidir, elə. Orada bayaq oxuduğum kimi. Sonra üçüncü suala baxaq. Zifən ol, züfununədir qalib. Misrasının məntiqi nəticəsi nədir? Elə elm hər zaman üstün gəlir mənasını verir, A variantı. Sonra qazın üç bacarığı, uçmaq, suda üzmək, quru yerdə gəzmək əsərin mənasını necə xidmət edir? Əsərin mənasını necə açır, belə deyək də. Qaz hər mühitdə mükəmməldir. Yox.
Nəyə xidmət, necə xidmətidir? Qaz yox, bacarıqlar olsa da əqilsiz öyünmək boşdur ilə cavab budur. Yəni nə qədər bacarıqlı olsa da, yəni ağlın olmasa hamısı boşdur. Cavab elə B variantıdır 4-də. Sonra burada nə var? Əsərdə göftügüyü bihudə ifadəsini hansı hallara işarə edir? Lovğalıq insanı kamil edir. Səhvdir, şirin söz demək yox, elmli olmaq yox, faydasız öyünmək elə budur. Göftügüyü bihudə faydasız öyünmək deməkdir. Sonra qazın utanmağının səbəbi nədir? Bacarığı olmadığını anlayır, durnaya qəzəblənir, daha da lovğalanır, suda üzməyi dayandırır, quru yerdə qaçmaqdan imtina edir. Deməli, cavab A variantı bacarığı olmadığını, o da durnanın verdiyi dərslə onun bacarığı olmadığını anlayır. 6-da A variantı. Sonra kişi bir sənəti bilər xalis, çoxuna meyl edən qalar naqis. Müəllif əsərdə nəyi çatdırmaq istəyir? Burada müəllif əsərdə çatdırmaq istəyir ki, lovğalıq insanı kamil edir. Yox, hər şeyi eyni vaxtda öyrənmək məsləhətdir, xeyr. Bir sahada mükəmməl olmaq vacibdir ilə cavab bu olacaq, C variantı. Çox bilmək əqli artırır. Çox qaz kimi bacarıqlara sahib olmaq yetərlidir. Yox, bir sahada mükəmməl olmaq vacibdir. Ən doğru cavab odur. Sonra əsərin məntiqi nəticəsi hansı tərbiyəvi dərsi verir? Faydasız öyünməyin və elmlə məşğul olun. Faydasız öyünməyin və elmlə məşğul olun. Cavab elə 8-adır. 9-a baxırıq. Əsərdə durna hansı üsulla qazı tərbiyə edir? Yeməklə mükafatlandıraraq yox, fiziki güc göstərərək yox, suda yarış təşkil edərək yox, qazı təqdir edərək yox, tənqid və müqayisə yolla. E variantı. Tənqid edərək biraz təqdir bura. Onu dəyişəcəm, o da cavabı, orada problem var sualda. Amma yenə 9-da E variantı tənqid və müqayisə yolu ilə. Sonra sonuncu sual. Seyid Əzim Şirvanın qaz və durna təmsilində müəllifin bizə çatdırmaq istədiyi əsas məsələ nədir? Elə A variantı lovğalıq faydasızdır. Elm və təvazökarlıq önəmlidir.